Salam, ümid edirəm işləriniz qaydasındadır. Bugün saat səhər 9-a işləyir 25 dəqiqə. Olduğum məkan İspaniya, Barcelona. Danışacağım mövzu isə dəstək barəsində olacaq. Biz insanlar olaraq məncə nə gözləntimiz var yaxınlarımızdan, dostlarımızdan, tanışlarımızdan, ailəmizdən. Nə gözləntimiz var? Dəstək gözləntimiz var. Bu normaldır. Bu insanın təbiətində olan bir şeydir və olmalıdır da. Hətta mən belə bir yeni addım atanda kimlərdənsə, xüsusən də kimlərdənsə deməyim, ailəmdən, yaxınlarımdan bir şey gözləyirəm. Yəni bu çox normal bir hadisədir, çünki bizim təbiətimizdə bu var. Və yeni addımlar atdıqca sən yaxındakı insanları, o dost dediyin insanları, hətta ailəvi belə tanıyırsan. Çünki düzdür, günün sonunda söhbət məndən getsə, düzdür, mənim ailəm mənə kömək eləyirmi? Əlbəttə ki, mənim ailəm mənə dəstək olur. Amma bu demək deyil ki, hər mənə dəstək olur, hər fikrimə, hər yeni addıma dəstək olur. Yox, söhbət bundan getmir. Söhbət sizin ətrafımızdakı dostumuz, qohumumuz, əqrabamız, ailəmiz, ətrafımızdakı insanlar, özünə yaxın bildiyi insanlar deyək buna. Özünə yaxın bildiyi insanlar sənə nə qədər dəstək olur? Bunu bəzən göz ardı etmək lazımdır. Sənin paylaşdığın postlarda, sənin videolarında, sənin hər hansı bir uğrunda sevməyi bacarırmı, sevməyi bacarmırmı? Yəni bu çox dəyərli bir şeydir və həqiqətən də bizim hər hansı bir uğrumuzda sevməyi bacaran insanlarla olmağımız çox bir xoşbəxt bir hadisədir. Çünki indiki dövrdə insanlar o qədər maskalanıb ki, bilə bilmirsən bu sənin yanındakı insan həqiqətən sənin dəstəyinə sevinir, yəni sənin başarılı olmağa, bir nailiyyətinin olması sevinirmi yoxsa yox? Çünki əsasən də yeni bir addımlar atanda onu bilmək olur, sənin yanındakı insanları daha yaxşı tanımaq olur. Məsəl üçün deyək ki, bir çilingər deyək buna, bir çilingərdir. Bir çilingər həvəs yaranır rəsm öyrənməyə. Yəni, həvəs də yəni, öyrənir, bəlkə o adam gələcəkdə rəssam olacaq. Yəni, onu heç vaxt bilə bilmərsən, yoxlamadan heç vaxt bir şey bilə bilmərsən. Həvəs yaranır rəsm öyrənməyə. Və bunu hər hansı bir gedir rəssam dostuna deyir və ya rəssam tanışına deyir. Həminki rəssam tanışı və ya dostu ona gülərək, lağ edərək cavab verirsə, məncə o adam onun dostu deyil. Bu düz nə qədər narsist səslənsə də, amma həqiqətən də elədir. Çünki bizim həminki momentdə, həminki zamanda yeni bir ideya olanda, yeni bir fikir olanda, yeni bir istək olanda, əgər yaxınlarımız bizi dəstəkləmirsə, yaxın dediyimiz insanlar bizi dəstəkləmirsə, bəs bu yaxınlarımız bizim nə vaxt lazım olacaq? Və yaxud yaxınlarımız bizə dəstək olmur. Ən azı bir sözü ilə, ən azı bir hərəkəti ilə, mən demirəm o adam 100% öyrətməlidir, nəysə. Ən azı bir söz deyə bilər. Deyə bilər ki, Rasim, bəs mən özüm eləyəməyəcəm, mənim dostum, tanışım var. Səni yönləndirim ora, sən get onunla danış, o eləsin. Yəni, bunun özü də bir dəstəkdir, yönləndirir səni, yol göstərir. Amma yox, məsələn, deyək ki, bir adam yox, bir şeyə başlayır, idman olur, idman ola bilər. Məsələn, mən görürəm, deyək ki, zallarda olsun və ya başqa yerlərdə olsun, biraz çəkili qaqaş gəlir, daha biraz köş qaqaş gəlir. Belə baxanda mən də, yəni, əvvəldən biraz daha, yəni uşaqlıq vaxt deyirəm, biraz daha çox çəkim olub və daha iri olmuşam sözün əsl mənasında. Yəni, məni tanıyanlar bilir, tanımayanlar da eyb yox, özləri kim bilsin. O deyirəm, bir dənə söz var, məni tanıyanlar tanıyır, tanımayanlar özləri kim bilir. Axirdə belə maraqlı mahnı falan qoydular. Hər nəysə, TikTok videosu keçdi ki, video. Hər nəysə, yəni, məsələn, mən görürəm, hər hansı bir yeni bir işlə, məsələn, mən deyək ki, neçə vaxtda özüm üçün bir idman məşğul oluram. Gəlir bir zala bir şəxs, bir qaqaş, ola bilər çəkisi çoxdur, nə olsun?
Ola bilər. Yəni bu o demək deyil ki, o həmişəlik qalacaq. Bu o demək deyil ki, özünü inkişaf elətdirir. O gəlibsə ora qədər, deməli bu adam özünü inkişaf elətdirmək istəyir. Gəlibsə ora qədər, deməli bu adam özünü nəyisə dəyişmək istəyir. Sən gəlib zalda ona yaxınlaşıb şey eləməli deyilsən, onun daha bir halını pis eləməli deyilsən ki, qaqa sən nə qədər kilon var? Ya da ki, dəqiqə soruşmalı deyilsən ki, sən 120 kilosan və yaxud sən 130 kilosan. Sən heç kim həyatını yaşamamış, heç kim həyatını bilmək olmur. Mən elə fikirləşirəm. Çünki bəlkə həminki adamın xəstəliyi var. Bəlkə həminki adamın bir başqa problemi var. Bəlkə həminki adam depressiyadır. Nəyə görə bir tanıdığımız adamları qoyduq qırağa, tanıdığımız qohumlarımızı qoyduq bir qırağa, tanışlarımızı qoyduq bir qırağa. Yəni nəyə görə köstək olmalıyıq? Yəni niyə görə dəstək olmağı bacarmırıq? Mənə bu çox maraqlıdır. Bir addım olsun, bir yeni bir şey olsun. Yəni paxıllıq mı edirik? Nəyə paxıllıq edirsən? bu qədər gözəlliklər deyək, bu qədər yaşantı deyək. Nə qalacaq? Nə qalacaq sənə? Sənin sahib olduğun bədən mi qalacaq? Sahib olduğun əzələ mi qalacaq? Sahib olduğun sərvət mi qalacaq? Nə qalacaq? Orası sual. Orası insan gərək özü tapsın. Amma bu dəstəyi müsbət mən tərəfindirəm. Amma dəstəyin də hər şeyin həddindən artığı məncə çox pis bir şeydir. İndi dəstəyin mənfi cəhəti odur ki, mənfi cəhəti deyil, əslində olmalı olan budur. Uşaqlıq vaxtı valideynlərimiz bizə velosiped alır. Burada onu demək istəyirəm ki, çox üzr istəyirəm kimlərdən ki, ya yetimlər evində böyüyüb, ya nə bilim valideynləri rəhmət edib, onlardan üzr istəyirəm bu sözümə görə. Amma belə uşaqlıq vaxtı bizə valideynlərimiz velosiped alır və velosiped alarkən uşaq olduğumuz üçün və yeni bir şeye başladığımız üçün 4 təkər üzərində alır. Yəni 2 təkər özü normalında, 2 təkər isə yandan çıxan təkərlərdən. Bu normal bir şeydir, çünki öyrənməliyik biz. Və vaxt getdikcə, öyrəndikcə valideynlərimiz bizi 2 təkərini çıxardır, o yanında qalan 2 təkəri çıxardır. Nəyə görə çıxardır? Bizim inkişaf eləməyimiz istəyir, ona görə çıxardır. Və o 2 təkər çıxandan sonra biz biraz axsayırıq. Biz biraz sanki düz gedə bilmirik. Yəni bəzən yıxılırıq, bəzən əzilirik, bəzən yəni əlimiz, başımız, gözümüz qanayır. Həminki momentdə valideynlərimiz bizi yenə o 2 təkər gətirib yenə taxsa ora, biz bəlkə də ömrümüzün yəni sonuna kimi deyək, 25 yaşın, 50 yaşın olanda da o 2 təkərlə velosiped sürmə məcburiyyətində qalacaqsan. Yəni 100 yaşına kimi yaşasan belə o 2 təkərlə, yəni 4 təkərlə deyək ona, velosiped sürməyə məcburiyyətində qalacaqsan. Bunu mən deyirəm, okey, amma adama deyərlər ki, okey, sən rasın danışırsan belə bomba, amma özün valideyn evində qalırsan. Mən bunu başa düşürəm. Mən özüm də valideyn evində qalıram. Mən özümdə başa düşürəm ki, bunun özü də pis bir şeydir. Çünki nə qədər mənim valideynim düzdür, həmişə mənə dəstək olublar. Hər mövzuda, hər ideyamda, hər fikrimdə yox, hər dünya görüşümdə yox, hər bir ifadəmdə yox. Normal bir şeydir. Onların da öz fikirləri var. Amma dəstək olurlar. Və mənim valideynlərim həmişə mənə dəstək olsa, bir şey ki, valideynlər belə həmişə insanın həyatında olmur. Valideynlərim həmişə mənə dəstək olsa belə, yəni mən özümü inkişaf etdirəməyəcəm. Mən büdürəməsəm, mən yıxılmasam, mən öyrənməsəm, mən özümü də inkişaf etdirəcəm. Söhbət təkcə inkişafdan getmir. İndiki dövrdə hamı özünü inkişaf etdir, özünü belirlə, özünü elə. Yəni söhbət təkcə ondan da getmir. Əlbəttə ki, həyatda bir yerə gəlmək üçün özünü inkişaf etdirməlisən. Amma bu sırf o demək deyil ki, ancaq ona fokuslanmalısan. Özünü inkişaf etdirmək. Həyatdan məhrum olmalısan. Qardaş, kişinin oğlu özünü inkişaf etdirir. Bu dostu yoxdur, tanışı yoxdur. Çıxıb
alış eləmir, gəzmir. Bu o da demək deyil. Yəni dəstəyə qalanda da, yəni bu valideyn dəstəyinə və yaxud ətrafındakı dəstəklərə qalanda, özünü inkişaf etdirməyə qalanda. Yəni bayaqki velosiped söhbətinin davamını gətirmək istəyərdim ki, valideynlərimiz və yaxud ətrafımızdakı insanlar bizə dəstək olmalı yaxşı bir şeydir, amma həddən artıq olması çox yaxşı bir şey deyil. Çünki bizdə rahatlıq, tənbəllik yaranır bir vaxtdan sonra. Amma məsəl üçün deyək ki, mən özüm belə, məndə də özümdə gördüyüm çox tənbəl xüsusiyyətlər var. Hansı ki, məsəl üçün, mən bilirəm ki, maddi və bir sıxıntım olanda, məsəl üçün, mən ağzı açıram, məsəl üçün, valideynimə, onun özü belə həqiqdən yaxşı bir şey deyil. Düzdür, borc alıram, sözün açığı, borcu qaytarıram, amma onun özü belə yaxşı bir şey deyil. Yəni, çünki uzun müddət işləmədiyim vaxtlar da olub, başqa məsələlər də olub, işdən çıxdığım da olub, işdən çıxarıldığım da olub. Yəni, normaldır, həyatdır. Yəni, o həmişə mənə dəstək olsalar, həmişə mənim yanımda olsalar, hər büdrüyəndə mənə əl atsalar, mən özüm qalxmağa bacaramayacam. Hər büdrüyəndə mən yanımda kimsə axtaracam, yanımda valideynimi axtaracam, yanımda dostumu axtaracam, yanımda tanışımı axtaracam. Amma o axtarmanın özü belə yaxşı bir şeydir. Amma həddən artıq olanda həqiqətən də o pis bir şeydir bizim üçün. Yəni, hər bir şeyin məncə bu dünyada artığı həqiqətən insana əziyyət verir bir yerdən sonra. Bu o demək deyil, siz artıq kitab oxumalı deyilsiniz və yaxud artıq nəsə eləməli deyilsiniz. Eləyə bilərsiniz. Ürəyiniz nə istəyirsə onu eləyin. Budur. Və kimdənsə fikrindən, kimdənsə dünya görüşündən asılı olmayaraq. Bu bütün dünya. Mən bəlkə ideyalarımı, fikirlərimi elə həyat keçməyə planlaşdırıram. Yəni, bütün dünya mənə belə əks çıxsa, mən yenə də ki, bütün heç kim, yanındakı mənim ətrafımdakı və yaxud da ki, tanışım, dostum, qohumum, heç kim belə mənə dəstək olmasa, mənim fikirlərimdə, mənim ideyamda, mənim yaracağım bir şeydə, mən yenə o istədiyimi eləyəcəm. Yəni, uğurlu olsun, uğurlu olmasın, fərqi yoxdur. Ən azından edəcəm və ən azından biləcəm ki, mən bunu elədim, uğurlu oldum, uğursuz oldum. Söhbət uğursuz olmaqdan getmir. Söhbət o fikirləşdiyin, idealını qurduğun, bir şey elədiyin, həyatı keçirdiyin şeydən gedir. Məncə söhbət budur. Və həminki yolda da əlbəttə ki, arzu eləyərəm ki, hər bir kəsə, özümə də arzu edirəm, dostlarınızdan, tanışlarınızdan, ailənizdən dəstək alasınız. Yəni, həqiqətən sözün əsl mənası, maddi, mənəvi, sözəl olaraq belə dəstək alasınız. Çünki bu həqiqətən yəni, insani duyğudur. Yəni, bu sizi inkişaf etdirən duyğudur. Adi bir insana belə həqiqətən dəstək olun, yıxılana bir tutun qaldırın. İnsanda o hormonlar var, o müəyyən hormonlar oyadır. Bu qədər. Özünüzə yaxşı baxın. Çalışın həyatınızda sizi yeni bir addımınızda, sizin yeni bir ideyanızda, sizin yeni bir fikrinizdə, sizi həmişə köstək olacaq insanlarla yox, sizin həmişə ən azından bir fikri ilə, bir sözü ilə, bir hərəkəti ilə, bir manatı ilə, bir sözü ilə, bir ideyası ilə, hər hansı bir nə iləsə dəstəkləyən insanlar olsun. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.